Biz meyidi xarici müayinə edərkən çoxlu sayda travmalar aşkar elədik. Həm xarici müayinə zamanı, həm də daxili müayinə zamanı. Mən sizə sadalayım, hansı bunların travmaları var, hansı xəsarətləri var. Birinci, başlayaq xarici müayinə zamanı başdan, üzdən. Burun sümüklərinin yerini dəyişən sınığım. Yəni, hərəkətli idi və kriptasiyalı idi. Sınığın ucları bir-birinə dəyəndə belə bir kriptasiyalı səs gəlir. Döş qəfəsi deformasiyaya uğrayıb, asimmetrikdir, elə bil bir tərəfi axır, o bir tərəfi yaprıqlanmışdır. Sol göz ətrafı nahiyədə göz qapaqları, alnın sol yarısı və sol yanaq əhatə olunmaqla 14 vurulsun 12 santimetr sahədə hematoma. Meyidin daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkarlədik. Daxili üz və toxmalarda. Başın dərisini aralayarkən sümüklərdən dərinin iç səthində geniş qansızmalar, çöldən küt alətin təsiri nəticəsində. Kəllə qapağı açıldıqdan sonra baş beynin həm sərt qişasında, həm də yumşaq qişada qansızmalar, döş qəfəsinin küt travması ilə əlaqədar qabırğaların iki tərəfli, çox saylı bir neçə anatomik xətlər üzrə yer dəyişmiş sınıqları, təxminən hər tərəfdə 7-8 qabırğanın yer dəyişən sınıqları. Və bu sınıqlar o dərəcədə kobud idi və yer dəyişən idi ki, yerini dəyişib sınıq ucları içəridə parietal plevranı və ağciyəri zədələmişdi. Biz orada ölüm haqqında tibbi şəhadətnamədə yazılanlara baxanda aydın oldu ki, bunun travmaları var və ölmə də səbəb kimi travmanı göstəriblər. Amma ikincidə isə Səfərov Zirəddin Mehdioğlu'nda yazılıb ki, indi ona çatanda mən ətraflı oxuyaram sizə, nə yazılıb? Bu ürəyindən ölüb, ürək tutmasından ölüb. Bunu saxlayarkən özün pisiliyib, yıxılıb ölüb. Kəskin ürək çatışmazlığından ölüb. Biz meyitləri bir-bir müayinə elədik. Daha qəribəsi ikinci qardaşın meyidi idi. Səfərov Zirəddin Mehdioğlu, 1970-ci il təvəllüdlü. Xarici müayinə zamanı aşkar edilən xəsarətlər deyirəm. Hər iki gözün ağlı qişasına qan sızmalar, sağ alın, təpə və gizgah nahiyələri qan sızmalıdır. Sağ gözün üst və alt qapaqlarında, hər iki gözün ağlı qişasında qan sızmalar, boynun sol və sağ yarısında, döş qəfəsinin sol qoltuqaltı nahiyəsində müxtəlif ölçülü qançırlar, sol çiyin üstü nahiyədə qançırlı sıyrıqlar, qançır üzərində də sıyrıqlar da var. Döş qəfəsin palpasiya eləyəndə, əllə toxunanda deformasiyalıdır, asimmetrikdir. Döş qəfəsinin sağ yarısının bayır yan səthində zolaq şəkilli sıyrıqlar var. Qarnın sağ yan səthində və qalça qanadı hüdudunda qançırlı sıyrıqlar. Sağrıların, bud, baldır və topuq nahiyələrinin sıyrıqları və qançırları, xayalığın dərisində qeyri-müəyyən formalı, qırmızımtıl, göyültül rəngli qançırlar. Vəssalam, xarici müayinədə bunlar idi və fikir verdiyiniz kimi bu xəsarətlər ölümə səbəb olan xəsarətlər deyil. Daxili müayinədə aşkar elədiyimiz dəyişikliklər heç də birincidən fərqlənmirdi, birinci qardaşdan. Başın dəri örtüyünün iç səthinə qansızmalar,
baş beyinin sərt və yumşaq qişalarına qan sızmalar, döş qəfəsinin küt travması, sıxılması və həm solda ön tərəfdə, sağda, arxa tərəfdə bütün qabırğalar hamısı sınıblar. Kobud sınıqlardır, yerdəyişən sınıqlardır. Onlar da ağciyəri zədələyiblər. Hətta qabırğalardan birini biz tapa bilmədik, onu oradan götürüblər. Biz bir-bir qabırğalara baxdıq, qabırğanın biri yox idi. Ölmə səbəb qeyd edilən çoxsaylı xəsarətlər ilə əlaqədar baş vermiş ağır post-travmatik şok olmuşdur.